Hər birinizi salamlayıram. İlk öncə, deməli, bu günləri bizim mövzumuz Fransa 11-16-cı əsrlər mövzusu olacaq. Yəni klassik feodalizm dövründə Fransa. Gəlin başlayaq video izahımıza. Deməli, Fransa 9-cu, 11-ci əsrlərdə dağınıqlıq dövrünü yaşayırdı. Yəni bu dövrdə Fransa kralının əlində ancaq Paris və Orlean kralın mülkü hesab edilirdi. Yəni kralın hakimiyyəti zəif idi bu dövrdə. Qalan ərazilər isə iri feodalların əlində idi. 10-cu əsrdə Fransada Kapetinglər sülaləsi hakimiyyətə gəlmişdi. 10-cu əsrdə feodal şəhərlərinin yaranması baş verirdi. 11-ci əsrdə isə kənd təsərrüfatı inkişaf etmişdi. Əlbəttə ki, Fransanın şimalı və cənubu arasında fərq var idi, şəhərlərin arasında fərq var idi. Yəni ki, şimalda feodal münasibətlər sürətlə inkişaf etdiyi halda, cənubda isə feodal münasibətlər zəif inkişaf edirdi. Əlbəttə ki, cənubda feodal münasibətlərinin zəif inkişaf etməsinin səbəbləri var idi ki, bu da şəhərlərin inkişaf etmiş olması, həmçinin dağlıq bölgələrdə azad icmaların mövcud olması idi. Şimaldakı şəhərlərin inkişafı ilə dedik ki, cənubdakı şəhərlərin inkişafı fərqli idi ki, yəni şimaldakı şəhərlərin inkişafı daxili əlaqələrlə bağlı idi. Cənubdakı şəhərlərin inkişafı isə səlib yürüşləri, İtaliya və İspaniyaya yaxın olması, həmçinin də ticarət yollarının üzərində yerləşməsi idi. Şimalda mərkəz isə Paris idi. Daha sonra 12-ci əsrdən sonundan mərkəzləşmə başlayır. Belki krallar artıq ölkəni birləşdirməyə başlayırlar, mərkəzləşmə başlayır və bu zaman yəni feodallar arasında qarşıdurmalar gedirdi ki, kral da bu feodallar arasındakı qarşıdurmadan istifadə edərək ölkəni birləşdirməyə başlayır ki, ilk olaraq da 12-ci əsrin sonra 13-cü əsrin əvvəlində İngiltərədən Normandiya və Akvitaniyanı, daha sonra isə Tuluzanı azad edir. Bundan sonra krallar azad etdiyi bölgələrdə öz yaxın adamlarını, məmurlar təyin edirdilər bu bölgələrə. Kral məhkəməsi ali məhkəməyə çevrilirdi. Daha sonra xüsusi kral müfəttişlər təyin edildi. Həmçinin vahid pul sistemi yaradılmışdı. Daha sonra biz danışacağıq Fransada 4-cü Gözəl Filippin dövründən. 4-cü Gözəl Filippin hakimiyyəti dövrü deyəcək ki, 1285-1114-cü ildə olmuşdu. Onun dövründə Flandriya uğrunda mübarizə getmişdi ki, Flandriyada indiki Belçika ərazisidir. Həmçinin 4-cü Gözəl Filip kilsə üzərinə vergilər qoymağa başlayır ki, bu da papanın xoşuna getmir, acığı düşür və onlar arasında mübarizə baş verir. Və bu mübarizəni asanlaşdırmaq üçün 4-cü Gözəl Filip 1302-ci ildə başdatları çağırır və papa o üzərində belə deyək də qalib gəlir və papanın nüfuzu aşağı düşür, hətta Fransa kralından da asılı vəziyyətə düşür papa. Daha sonra biz danışacağıq 100 illik müharibədən ki, bu 100 ilə yaxın davam etmişdi bu müharibə. 1337-ci ildə başlayıb 1453-cü ilə qədər davam etmişdi. Bu müharibə Fransa ilə İngiltərə arasında baş vermişdi. Müharibənin səbəbi nə idi? Fransa uğrunda, həmçinin Flandriya uğrunda rəqabət müharibənin səbəbləri idi. Bəs müharibəyə bəhanə nə olur? Müharibəyə bəhanə İngilis kralının Fransa taxtına iddiası olmuşdu. Deməli, bu müharibə nəticəsində döyüşlər baş verir ki, bu döyüşlər 1346-cı ildə Crécy döyüşü, 1356-cı ildə Poitiers döyüşü, 1415-ci ildə isə Azincourt döyüşü baş verir ki, bu döyüşdə Fransa məğlub olur və ingilislər qalib gəlir. Daha sonra 1360-cı ildə Fransa ilə İngiltərə arasında müqavilə imzalanır və bu müqaviləni imzalamaqda da Fransanın məqsədi, belə deyək də, ordusunu yenidən qurmaq məqsədi daşıyırdı. 1429-cu ildə isə Orlean döyüşü olur ki, bu döyüşdə Janna d'Arc'ın başçılığı ilə fransızlar qalib gəlirlər. Və 1453-cü ildə müqavilə imzalanır, Fransa qalib gəlir və Fransa Calais limanından başqa bütün ərazilərini bərpa edir. Təkcə Calais limanı ingilislərin əlində qalır.
Daha sonra bu müharibələr də, yəni qalib gəlsə də Fransa, bu müharibə hər iki dövləti belə deyək də zəiflədir və kəndli üsyanları baş verir ki, 1358-ci ildə Jakediya kəndli üsyanı baş verir, Jak üsyanı və bu üsyanın səbəbləri var idi ki, əlbəttə ki, vergilərin ağırlığı, kəndlərin vəziyyətinin pisləşməsi idi. Kəndlər isə yəni vergilərin artırılmasını, vəziyyətlərinin pis olmasını kraldan düşünürdülər ki, kralın bundan xəbəri yoxdur və xeyirxah krala inamları var idi. Ancaq yəni bu üsyan məğlub olur. Məğlub olsa da feodallar vergiləri artıra bilmirlər. Daha sonra isə biz danışacağıq 11-ci Ludovikdən 1461-1483-cü illərdə hakimiyyətdə olmuşdu. Rəqiblərinə hiylə işlədir, onları ayrı-ayrı məğlub edir. Mərkəzləşmə prosesi onun dövründə başa çatır və illik vergi təyin etmişdi. 1530-cu ildə isə deyirik ki, fransız dili rəsmi dil elan edilir ölkə ərazisində. 16-cı əsrin sonu Kalvinizm rəsmiləşdirilir. Bir də onu qeyd edeyim ki, 14-cü əsrdə Fransada, yəni bir çox Avropa ölkələrində olduğu kimi Fransada da 14-cü əsrdə qara ölüm vəba xəstəliyi baş vermişdi ki, bu da iqtisadiyyatı ümumilikdə yəni ziyan vermişdi. Belə, Fransa 11-16-cı əsr mövzusu ilə bağlı əsas vacib məqamları sizə qeyd etdim.